Həmçinin əziz qardaşlar, burada olan Uhudda olan faydalardan rəhbərə itayət, başçıya itayət Əhlüsünnə vəl cemaatın etiqadındandır. Rəhbərin əmrinə qarşı çıxmağın fəsadı isə bütün müsəlmanlara toxunur. Necə ki, oxçuların etdiyi yanlış hərəkətin zərərini bütün müsəlmanlar gördü. Həmçinin Uhudda olan faydalardan İslamda eyib örtmək deyən bir şey var. Baxın, orada deyir ki, 50 nəfər sahabə olur, oxçu. 5-6 nəfərdən başqa hər kəs enir. O 45 nəfərin adını kimsə bilmir. Heç kəs onun adını bizə nəql etmədi. Sahabələr demədi ki, filan kəs oradan endi deyə bizə nəql etmədilər. Edə bilərdilər. Baxın, hardan bilir ki, Musab radiyallahu anh burada şücayət göstərib, Hanzala radiyallahu anh şücayət göstərib, Həmzə radiyallahu anh şücayət göstərib, sahabələr bizə nəql etdi. Yaxşılıq edənlərin, gözəl əməl işləyənlərin əməlini nəql edən sahabələr, yanlış əməl edənlərin adlarını bizə nəql etmədi. Niyə? Çünki İslamda müsəlman qardaşının eybini gizlətmək deyən bir şey var. Çıxıb YouTube'da müsəlman qardaşlarını rüsvay etmək deyil. Bu İslam, bu yolu deyil. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemin mənhəci deyil.